Ağla de. Ağla var, laf ağla var. 13-14 yaşı var. İndiden ne erken evlenme lazımdır. Kent hayatı, kent hayatı. Bu güne de şükür. Çətin həyatımız olsa da, amma yenə həyatımdan çox razıyam. Feyxo ağacının üstünü örtməyə ehtiyac yoxdur, şaxtaya çox dözümlü ağacdır. Yəni, əsasən də mandarindir, apelsindir, bunların üstünü örtüləcək. Hele dayıya bak, torba var üstü. Allah bereket versin verin. 60 yıl ekmişim bunları. Şimdi neçe yıl? 50. 50. Ha. Dalini ağla di. Ağla di. Ağla var, laf ağla var. Ha. Ağlasından ağla di. ...1928 yılın Mart ayının 25'inden ben anadan olmuşum. Bu anadan olan tarixim değil. Ancak kaldı ki hükümet tarihi bu deyir. Bana az verirler. İndi de hamısını görür ki bilir hamısını. Benim yaşımda indi bu saat bu bulada adam yoktur. Ben böyle hiç elirim. Uşağın ne ihtiyarı var idi bir büyük kabağında kesin. İndi ben burada keserim delleye gidende gözüm olur. Görüm bir uşak maşın geçer. Gözüm böyle diğer ki hani hara gidersen burada bu della göre orada beni oraya yaparsın diye yoktur. İndi kabuliyet kalacak yoktur. Kabuliyet o vakti vardı ki bizim Sovet neden hükümet dağıldı, kabuliyet kalacağı da gitti. Görsünün bir dastası 20 qəpiyə alırıq. Kənddə. Yenə şəhərə gedəndə bir tərbiyəcir alırıq. Kənddə 20 qəpiyə alırıq biri. O da biraz açmışam bax, görürsən, biraz görüb. Çıxıb, indi yenə təzdən açırıq. 9 baş ailəyik. Kişi dəmi 220 manat sosial pensiya alır. 360, 90 manat, 390 manat, 90 manat bana alır. Qabaq çayın suyunu içərdik. İndi tay zibil qalmış çaya tökürlər. Pampres tökürlər çaya. O suyu içmək olar. O suyla paltar yemək olar. Yox. Hala heyvan da içir, yine adam çim çəkir. Erkən yaşında biz də xoşlamırıq. Nəyə lazımdır? Uşaq qoy oxusun, savadlı olsun. Mənim bir dənə nəvəm, böyük nəvəm 9-da oxuyur. Prestijdə də oxuyur, Lankaranda. Burada da müəllim yanına gedir. 13-14 yaşı var. İndidən nə erkən evlənmək lazımdır? 5. O da əlinə 5 yazıblar. 5. Nənə. 3. Nənənin qızıdır, nənənin kukuləsidir bu. Qaqaşgül Riyaziyyat dərsindən kəsəqə var. 3-cü dərsdir. Yavaş yavaş. Yavaş yavaş. Bütün yolu mali çəkdilər. Yarım kilo kepeği, bir de yarma, arpanın yarması. Katırım ona, karıştırırım, satırım veririm hayvanlara. Yoksa bu olmasa hiç ne. Bir deri bir sümükdüler. Boş otla hayvan ben inanmıram. Başa gelsin onların işler. Hangi göre yemek verirsen. Hardasa benden harda ya da ben 3-cüyəm ya da 4-cü. Bununla meşgul olurum. Çokları yok, çokları ancak biter becerirler, yaşlılar dediğinde kimin neye gücü çatır. Bu abi artık bizim dadababadan qalandır. 1870-ci ildən abidə qalan abidədir. Yani biz böyle köyüne kalmış bir yer vardı. Burada bizim evimiz var. Biz burada böyümüşük. Burada aşağıda çörek yemişik. Orada yatmışıq. Yani bizden
Bir gününüz belə keçib. Gəl lan. Xətır. Ha, qonaq gəlib ha. Çətin həyatımız olsa da, amma yenə həyatımdan çox razıyam. Zavod çörəyi vallah belə imkan daxilinə baxanda şəhərdə əl vermədiyi üçün elə eyni bərəkətinə qurban olum. Allah bir vaxt, heç vaxt əskiyin eləməsin. Amma təndir çörəyi bilirsən ki, özün öz gözünün qabağında heç bir kimyəvi maddə qatmadan bir həftə bişiririk, bir həftə yola verir bizi. Təzə qalır. Amma zavod çörəyini alanda bir gün sabah öcə yemək olmur. Ona görə elə öz bacardığımız qədər öz qidalarımızla qidalansa daha yaxşı olar. Mandarin ağacıdır, limondur, apelsindir. Burada da qəşəng kinkanlarımız var. Bu illəri biraz ağaclarımız zəifdir. Keçən illəri şaxta çox oldu deyənə. Şaxta biraz ziyan vurdu bizə. Yenə də buna da şükür, yenə də yaxşıdır hər şey. Bu da kinkan ağaclarımızdır. Təzyiqin, şəkərin bir nömrəli dərmanıdır. Əsasən kompotu mürəbbəsi eləyirlər, kompot eləyirlər. Çox dadlı olur, yaxşı olur. Peyxu ağacının üstünü örtməyə ehtiyac yoxdur, şaxtaya çox dözümlü ağacdır. Yəni, əsasən də mandarindir, apelsindir, bunların üstünü örtüləcək. Bu şaxta təsir eləməz. Bizdə çünki qar çox yağır, ona görə. Əsasən də son 2 ili həddindən artıq çox qar yağır. Elə bir ki, körpü olanda inəkləri sağlayıb elə su deyir. Ha, o içməkləri içər.